Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu günləri həm müəllimlərin işə qəbul imtahanında, həm də sertifikasiya imtahanına mütləq şəkildə düşən bir mövzuya toxunacağam. Bu, məntiqi və tənqidi təfəkkürdür. Məntiqi və tənqidi təfəkkürdə ortaq bir feillər var ki, bu həm məntiqi təfəkkürdə işlənə bilir, həm tənqidi təfəkkürdə. Və imtahanda da mütləq situasiyalar bu feillər üzərində düşür və müəllimlər də bunu qatışdırırlar. Ona görə bu günləri bunun çox sadə bir izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq mütəmadi olaraq paylaşdığımız dərslərdən, sınaqlardan faydalana bilərsiniz. Həmçinin də bizim açılan tam sıfırdan kurikulum qruplarımıza qoşula bilərsiniz. Yeni qaydaya əsasən, yenilənmiş kurikulum əsasən dərslərimiz tədris olunur. Bilirsiniz ki, çərçivə sənədi dəyişdi və kurikulumda köklü bir dəyişikliklər oldu ki, biz də bunları nəzərə alaraq dərslərimizi təşkil edirik. Dərslərə qoşulmaq üçün 0 50 837 03 05 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Onu da qeyd edim ki, dərslərimiz endirimdədir. Endirimli qiymətlə maksimum dərəcədə keyfiyyətli dərslərdən faydalana bilərsiniz. İndi başlayaq dərsin izahına. Müəllimlər, İlk öncə baxaq ki, qısa bir izah verəcəm ki, məntiqi təfəkkür nədir? Məntiqi təfəkkür məsələnin ən sadə düşünmə yoludur. Məntiqi təfəkkür səbəb-nəticə əlaqəsinin tapılması, problemin sadə yolla həll edilməsi, problemin başlanğıc və sonunun müəyyənləşdirilməsi, bir də fakt əsasında mühakimə yürütmə və əsaslandırmadır. Təfəkkürlər içərisində ən aşağı səviyyədə məntiqi təfəkkürdür, ən aşağı səviyyə və onu da qeyd edim ki, məntiqi təfəkkür olmasa, tənqidi və yaradıcı təfəkkür insanda formalaşa bilməz. Bu qısa məntiqi təfəkkürün izahıdır. Mən çox geniş izah vermək istəmirəm. Və tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür də hər hansı bir qarşına çıxan problemdir, məsələdir, faktdır. Bunu düzgün təhlil etmək, bunu düzgün anlamaq, dəyərləndirmək, bir sözlə problemi səmərəli yolla həll etmək bacarığıdır. Tənqidi təfəkkürdə insan dediklərini əsaslandırmalıdır. Dediyini əsaslandıra bilməlidir, qiymətləndirməlidir, obyektiv olmalıdır. Tənqidi təfəkkürün ən mühüm tələbi obyektivlikdir. Yəni, sən hər hansı bir problemi təhlil edərkən, qərar qəbul edərkən, öz şəxsi düşüncəndən, öz emosiyalarından uzaq şəkildə, dəqiq şəkildə, obyektiv şəkildə məsələni qiymətləndirməlisən, rasional qərar qəbul etməlisən. Bu, tənqidi təfəkkürün əsas vacib məqamıdır. Tənqidi təfəkkürdə insan öz fikrini, öz mühakiməsini yürütməlidir. Yəni, loğru dildə desək, özünün fikri olmalıdır. Öz fikrini, dediyin fikrini əsaslandırmalısan. Dediyin fikri nəyə görə bu sözü demisən, onu əsaslandırmalısan. Misal üçün, mən deyirəm ki, kurikulum pisdir. Bu, tənqidi təfəkkür demək deyil. Amma bunu əsaslandırıram ki, kurikulum nəyə görə pisdir? Deyirəm, fikrimi əsaslandırıram ki, filan şeylərə görə kurikulum pisdir. Bax, bu olur tənqidi təfəkkür. Və yaxud əksinə, deyirəm ki, kurikulum yaxşıdır. Bir dənə bunu deməklə bu tənqidi təfəkkür olmur. Bunu əsaslandırmalıyam ki, kurikulum nəyə görə yaxşıdır? Yeni tədris proqramıdır, şagirdlərə sərbəstlik verir, şagirdlərə seçim imkanı verir. Bax, dediklərimi əsaslandırıram. Bax, bu olur tənqidi təfəkkür. İndi müəllimlər, baxırıq məntiqi təfəkkürlə tənqidi təfəkkürün oxşar bir açar sözü var ki, bu başı bəlalı əsaslandırmaq. Əsaslandırmaq feili. Əsaslandırmaq feili müəllimlər həm məntiqi təfəkkürdə, həm tənqidi təfəkkürdə var. Həm də tənqidi təfəkkürdə var. Bəs biz necə bilək ki, bu məntiqi təfəkkürdədir bu əsaslandırmaq, yoxsa tənqidi? Müəllimlər, tənqidi təfəkkürdə qeyd etdik ki, insan öz fikrini deyib əsaslandırmalıdır. Əgər öz fikrimi əsaslandırıramsa, bu zaman olur tənqidi təfəkkür. Yox, əgər mən faktı
əsaslandırıramsa, faktı əsaslandırıramsa, bu zaman olur məntiqi təfəkkür. Aydın olur. Öz fikrimi əsaslandırıramsa tənqidi təfəkkür, yox, əgər faktı əsaslandırıramsa, bu zaman olur məntiqi təfəkkür. İndi bunu tam aydın başa düşmək üçün mən sizə testlər təqdim edəcəm. Testə baxaq. Baxın, testdə qeyd olunur ki, oxuyaq testi. Müəllim şagirdlərə sual verir. Nə üçün palçıq vulkanlarına Azərbaycanda, Abşeron yarımadasında, Cənub-Şərqi Şirvan düzənliyində rast gəlinir? Fikrinizi əsaslandırın. Bu tapşırığa əsasən müəllim şagirdlərdə hansı təfəkkürü formalaşdırmağa çalışır? Baxın müəllimlər, Azərbaycanda palçıq vulkanı Abşeron yarımadasında Cənub-Şərqi Şirvan düzənliyində nə üçün yayılıb? Fikrimi əsaslandırıram. Bu fikrimi mən faktı əsasən əsaslandırıram ki, misal üçün həmin ərazilərdə neftli qazlı ərazilərdir, palçıq vulkanları neftli qazlı ərazilərdə yayılıb. Yəni fikrimi öz fikrim deyil ki dediyim. Faktı əsasən kitabda oxuduğum fikirdir və bu fikri əsaslandırıram mən. Mən özümdən yazmamışam, özümdən icad eləməmişəm, öz fikrimi demirəm ki, niyə Abşeron yarımadasında yayılır. Təbii ki, baxın, görürsünüz, burada da fikir əsaslandırmadır. Amma mən fikrimi faktı əsasən əsaslandırıram. Bu zaman təbii ki, olur məntiqi təfəkkür. MİQ imtahanında belə bir sual düşmüşdü. Nə üçün Azərbaycanda qəhvə yetişdirilmir? Fikirlərinizi əsaslandırın. Bu zaman müəllimlərin çoxu elə əsaslandırın feilini görüb tənqidi təfəkkür götürmüşdüm. Amma belə deyilməlilər. Harda əsaslandırın görürüksə, biz bunu tənqidi təfəkkür götürə bilmərik. Nə üçün Azərbaycanda qəhvə yetişdirilmir? Şagird bunun faktı əsasən deyir ki, misal üçün, Azərbaycanın iqlim xüsusiyyəti üçün əlverişli bir bitki deyil. Yəni, bunu özündən deyib əsaslandırmır ki, bunu faktı əsasən əsaslandırır ki, nə üçün bitmir? Və ona görə də o sualın cavabı da məntiqi təfəkkür götürülmüşdür. Növbətli ikinci suala baxırıq. İkinci sualda Cənubi Qafqaz Demokratik Respublikası Federativ Respublikası elan olunmasını qərarı aldı. Qafqaz Seyminin qərarı doğrudurmu? Fikirlərinizi əsaslandırın. Burada da əsaslandırın var. Baxın müəllimlər. Qafqaz Seymi deməli qərar verir ki, Rusiyadan, Cənubi Qafqaz Rusiyadan ayrılsın və 1918-ci il aprelin 22-sində Cənubi Qafqaz Demokratik Federativ Respublikası yarandı. İndi müəllim sual verir ki, Seymin qərarı doğrudurmu? Fikirlərinizi əsaslandırın. Baxın, burada da fikir əsaslandırmaq var. Amma burada mən faktı əsasən əsaslandırmayacağam. Biri deyəcək ki, Seym doğru qərar verdi filan şeylərə görə. Biri deyəcək ki, yox, mənə görə Seym doğru qərar vermədi filan şeylərə görə. Yəni, hərə öz fikrini deyir. Hərə öz fikrini əsaslandırırsa, təbii ki, bu zaman olur tənqidi təfəkkür. Yəni, əsaslandırın feilinə diqqət edirik. Əgər faktı əsaslandırıramsa, məntiqi təfəkkür. Yox, əgər öz fikrimi əsaslandırıramsa, bu zaman olur tənqidi təfəkkür. Bugünkü mövzu izahımız bu qədər müəllimlər. Qısa, amma çox öyrədici bir mövzudur. Sağ olun, hər birinizə xoş dinləmələr.